dünyada götürün, dəyişiklik olan bütün quruluşları, bütün iqtidarları, istər inqilabla olsun, istər qeyri-inqilabi, istər dinc üsyanlarla olsun, istər qanlı üsyanlarla, istər seçkilərlə. Bütün iqtidarlar, hörmətli tamaşaçılar, öz müxaliflərindən, cəmiyyətlərindən pul baxımından da güclü olur, əskər baxımından da güclü olur, maliyyə, nə bilim, digər resurslar baxımından da mümkün olur. İstəsəniz, efirdən sonra özünüz də müəyyən eləyərsiniz. Azərbaycanda götürə bilərsiniz, bir X dövlətində, Misri, Liviyanı, Fransa inqilabın, başqa yeri, hökumətdə olan qüvvələrin həmişə pulu da çox olur, razısınızmı məndən? Əskəri də çox olur, hərbisi də çox olur, polisi də çox olur, silahı da çox olur, mərmisi də çox olur. Bəs onlar niyə məğlub olurlar? Hüsnü Mübarəkin, indi bugün orada yenidən əks inqilab baş verib təzədən xunta rejimi yaratsa da, devirlərkən 1.200.000 polisi, silahlı yaraqlısı var idi. Ordusu da nə qədər idi bilmirəm. Və yaxud da Şvarnadze devirləndə, dinc inqilabla devirləndə, sizə belə gəlir ki, Saakashvilinin pulu Şvarnadze'dən çox idi, yoxsa ordusu çox idi, yoxsa silahları çox idi və digər başqa ölkələri də götürə bilərsiniz. Qətiyyən. Hakimiyyət pulunun azlığına, polis gücünün azlığına görə devrilmir, dəyişilmir, hörmətli tamaşaçılar. Hakimiyyətlər böyük əksəriyyəti ictimai rəydə uduzanda gedirlər. İctimai rəydə belə absurd, mücərrəd bir şey deyil. İctimai rəy sənin, mənim danışdığım, müzakirə etdiyimiz, ümumi olaraq qərara gəldiyimiz rəylərdir, fikirlərdir. Əgər bütün Azərbaycan əhalisi 90%, 50%, 70% bu şərh yerində yazan bizim müxalif dostlarımız, etirazçı insanlarımız kimi düşünsələr ki, bu rejim rədd olmalıdır, bu rejimə bəsdir tay, biz ailə hakimiyyəti istəmirik, biz vətəndaşa hörmət edən, onun inkişafı üçün çalışan, ədalətli, yalandan uzaq, korrupsiyadan uzaq sistem istəyirik. Bunlar yeyirlər, çalırlar, çapırlar. Bu əhval ruhiyyədə olsa və hamımız qərara gəlsək ki, sabah aksiyalar başlamalıdır, aksiyalara çıxmalıyıq. Zorakılıq eləyən polisləri hər yerdə məzəmmət etsək ki, niyə görə günahsız insanları tutursan, şərləyirsən, narkotik atırsan, onda hakimiyyət avtomatik tərk silah olur. Onun nə silahı işləyir, nə zoru işləyir, nə polisi işləyir. Bəli, indi siz deyə bilərsiniz ki, bu şeyləri bəyəm danışmırlar, Ədilov. Bəyəm, axı, sən özün çıxışın əvvəlində dedin ki, insanlar narazıdır, doğrudur. Amma bu mütəşəkkil narazılıq deyil. Gəlin mən burada narazılığımı dilə gətirirəm, şikayətlənirəm, problemlərin, baiskarların deyirəm, amma qalustumu soyunub o biri tərəfə keçənkən, bir məclisə keçənkən, başlayıram orada, deyirəm ki, yox, doğrudan da İlham Əliyevin bu işlərdən xəbəri yoxdur. O yazıq istəyir ki, ölkəmizi günə çıxartsın, amma bacarmır. Və yaxud da burada danışıram, keçirəm o tərəfdə görürəm, hər hansı bir sarsaq, yaltaq başlayır hökumətin, bu millətin başın əzməsini əsaslandırmağa, ona tərəfdar çıxmağa, onu bir yaxşı iş kimi tərənnüm eləməyə, orada mən də başlayıram əl çalmağa. Bu artıq olur yarım həqiqət. Bu artıq olur sənin öz dediyini baltalamaq. Bax, bizdə çox təəssüf ki, bu cür ardıcıllıq, prinsipiallıq yoxdur. O olarsa və bizim o çayxanada, meyxanada, küçədə, bayırda, auditoriyalarda sözümüz, söhbətimiz eyni olarsa, vahid mövqe ətrafında ki, bu rejim artıq getməlidir, biz bundan təngə gəlmişik, onda vəziyyət dəyişəcək. Onda hətta bizim meydanlarda görmədən belə hökumət özünə çəki, düzən vermiş olacaq. Yoxsa, mən burada belə danışıram, keçirəm ASTV-nin qarşısında başqa cür danışıram və yaxud da dostumun yanında bir cür danışıram, gedirəm müdürümün yanında başqa cür danışıram siyasi mövqedə. Onda özümüz, öz əməyimizi zədələmiş oluruq. Buna görə bir daha altından xətt çəkirəm, heç bir iqtidar bütün gücünə, silahına, sürsatına baxmayaraq, xalqla
üzvü əlaqəsi, bağlılığı yoxdursa və bütün insanlar deyərkən xətaya yol verirəm. Xətaya yol verirəm, onu izah eləyəcəm. Əksəriyyət ölkənin qabaqcıl hissəsi ona qarşı çıxırsa, o iqtidar getməyə məhkumdur. Amma bu mübarizə, bu yanaşma, bu fəaliyyət sistemli, təşkilati formada olmalıdır. Ona görə mən bayaq Xalq Cəbhəsi sədri Əli Kərimlinin oxuduğu bu çağırışa sizi həssaslıq göstərməklə yanaşı, bir də ona dəvət edirəm ki, sizə çəkinmədən siyasiləşin. Gedin Xalq Cəbhəsinin sıralarına yazılın. Milli Şurada olan təşkilatlara dəstək verin. Müxalifətçiləri tapın. Özünüz tutaq ki, bu təşkilatlara, bu insanlara inan bəsləmirsinizsə, burada da problem görmürəm. Mən istəmirəm ki, Azərbaycanda hamı bir cür fikirləşsin. Bir cür fikirləşən, hər şey barəsində bir cür fikirləşən cəmiyyətlər süquta məhkumdur. Özünüzə çevrə düzəldin. 4 nəfər, 3 nəfər, 5 nəfər, 6 nəfər və özünüz öz qarşınıza proqramlar qoyun ki, sabah dəyişiklik imkanı yarananda, dəyişiklik üçün mübarizə aktiv fazaya keçəndə mənim öhdəmə nə düşür? Mitinqə mi gedəcəm? Mitinqə gedənə mi kömək eləyəcəm? Yoxsa yaxşı videolar, şərhlər yazacam, intellektimlə kömək eləyəcəm, təşkilati formada kömək eləyəcəm, rejimi ifşa eləyəcəm. Bu barədə öz üzərimizə məsuliyyət götürməkdən çəkinməyək. Beləcə cəmiyyət bu ağır işi öz aralarında paylaşmalıdır və o istədiyimiz normal dəyişiklik, dinc dəyişiklik Azərbaycanda baş versin.